Salam əziz tamaşaçılar. Mən əvvəlki videolarımda da sizə Samsung və digər Nofros modellərin haqqında qısa da olsa məlumat vermişəm. Yəni yaranan problemlərlə bağlı. Eləcə də bu bir videom deməli bu modellə bağlıdır. Deməli bu dəfəki videomun əsas məğzi nədən ibarətdir? Bizdə elə bir ki, sizin kommentlərdə gələn çox saylı sorğuları nəticəsində belə bir videonu çəkməyə qərara gəldim. Deməli, bəzi daha çox soyuducularda soyutma ilə bağlı problemlər olur. Və bu problemi aradan qaldırma yollarından biri də mən sizə deyim, yəni bir neçəsini sizə kommentlərdə, eləcə də videoda qeyd etmişdim. Bunlardan ən əsas vacib hesab olunanlardan biri də soyuducunuza deməli bax belə bir stabilizatoru qoşmaqdır. Deməli bu bəziləriniz bəlkə də bu stabilizatoru tanıyır. Bu kombi aparatına qoşulan stabilizatordur. Deyəcəksiniz ki, bu soyuducuya qoşmaq olar. Bəli, bunu qoşmaq olar. Soyuducunun elə də çox gücü yoxdur. Kombi bundan daha çox deməli güc sərf edir və nəzərinizə çatdırım ki, artıq mən bunu bir neçə aydan çoxdur ki, özüm də istifadə edirəm. Deməli, burada iki dənə göstərici var, gördüyünüz kimi 220 voltaj və 246. Deməli, üstdəki bizim dəyişən cəryanımızdır, evə daxil olan cəryanın göstəricisidir. Bu daim bu şəkildə dəyişir. İkinci isə bizim soyuducuya verilən stabil şəkildə 220 volt deməli gərginlikdir. Və bu nəyi göstərir? Bizim bu Nofros soyuducumuz, məndəki bu model, eləcə də digər modellərin əksəriyyəti demək olar ki 220-240 voltajla işləyir. Və bu stabilizator ona kömək olur ki, sizdə işıqlar getdikdə və yaxud da evdə deyilsiniz, işıqlar gedir. Bir aylıq çıxıb getmişsiniz, 2 aylıq getmişsiniz, bir günlük çıxıb getmişsiniz, səhər çıxıb axşam gəlirsiniz. İşıqlar bir neçə və yanıb sönür və sizin soyuducu taxlaş vəziyyətdədir. İşıq gedir və elektrik sonra gəlir, soyuducu işə düşür və bu prosesdə nə baş verir? Sizin evə faktiki görürsünüz, bizim evə 247 voltaj enerji gedir. Bu bəzən axşam saatlarında bizdə 260, 262, 250, bax bu aralıqlarda belə dəyişir. Bu nə deməkdir? Bizim soyuducumuz fabrika ayarlarında 220-240 voltajla işləməyə ayarlanıbdır. Yəni artıq 247-248 gəldikdə bu artıq bizdə xəbərdarlıqdır. Siz bunu bu göstərici olmadıqda görə bilmirsiniz və getdikcə 1 ay, 2 ay, 1 il və yaxud da ki, nə bilim 5 aydan sonra indi hərədə bir cür gərginlik gəlir. Görürsünüz ki, belə bir problemlə rastlaşırsınız. Görürsünüz ki, məsələn, soyuducu soyutmur. Bu ondan irəli gəlir ki, kompresorunuz artıq bu səbəbdən zədələnmişdir və ona görə öz əvvəlki işlək halını işləyə bilmir. Və bir müddət bu təkrarlandıqca, yəni söhbət ancaq elektrikin getməyindən getmir. Adi vəziyyətdə belə bizdə elektrik getməyib, amma görürsünüz 244 göstərir. 245, indi axşamları bir də görürsünüz 260 olur. Bax beləncinə. Bu artıq sizin kompresora ziyan eləyir və sizin kompresorunuz öz işləmə funksiyasını itirir və bir müddətdən sonra artıq başlayırsınız şikayətlərə başlamağa ki, soyutmur, nə bilim, belədir, elədir və s. Ona görə sizə məsləhətim budur ki, yəni bu da çox bahalı bir şey deyil, imkan daxilində alıb siz də qoya bilərsiniz. Yəni stabilizatordur, hamının hesab edirəm ki, gücü çatar. Yəni elə də çox bahalı bir şey deyil. 50 manat civarındadır. Soyuducuya da heç bir ziyanı yoxdur. Əgər düşünsəz ki, soyuducuya bir ziyanı var,
uzağı sizin stabilizatorunuz sıradan çıxa bilər. Əgər yəni ən pis halda deyirik də, yəni çıxsa ki çıxmır, artıq bu özünü sübut edibdir. Sadəcə olaraq bir çox elektriklər, məsələn satıcılar deyək, satıcılar məsləhət görmür bunu, ancaq kombiyə məsləhət görürlər, amma yəni mən sizə məsləhət görürəm ki, bunu bax bu Nofroz, ən azından bu Nofroz modelinə və yaxud da ki digər Nofroz modellərinə bunu rahatlıqla qoya bilərsiniz. Sadəcə olaraq onun voltaj göstəricilərini mənə desəz, mən sizə onun bundan istifadə edib bilməyəcəyinizi deyə bilərəm. Amma belə də heç bir problemi yoxdur. Yəni bunların elə çox gücü olmur Nofroz modellərində. Belə. Bizi izləməyə davam edin. Əgər yararlı oldusa, videomuzu bəyənin, like edin, kommentlərdə yazın, fikirlərinizə vaxt edib cavab yazacağım. Təşəkkür edirəm sizə, minnətdaram.